Çünki doğru suallar insanın özünə olan və həmçinin də insanın ətrafında olanlara olan baxışın dəqiqləşdirir. Bizim bəlkə də ən mühüm problemlərimizdən biri düşüncə olaraq, həyat tərzi olaraq budur ki, biz bəzən ətrafımıza və özümüzə çox dəqiq nəzərlərlə baxa bilmirik. Və özümüzə dəqiq baxa bilməməyimiz bəzən bizlərdə yanlış fikirlərin yaranmasına səbəb olur. Amma sual insanı düşünməyə vadar edən ən mühüm səbəblərdən biridir, ən mühüm alətlərdən biridir ki, insan suallarla qarşılaşdıqca baxır sualın formasına, növünə, keyfiyyətinə ki, bu haqda mən danışacağam. Həmən suallar insanın özü haqqında, insanın ətrafı haqqında olan düşüncələrini formalaşdırır yavaş-yavaş.